Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə dövlət tərəfindən 3 uşaqlı ailələrə veriləcək maddi yardımla bağlı məlumat verəcəyik. Uşaq pulu yenidən verilə bilər. 3 uşaqlı ailələrə maddi yardım verilə bilər dövlət tərəfindən. Bəs hansı ailələrə veriləcək? Hansı ailələr bu yardımdan yararlana bilər? Şərtlər necədir? Ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizlərə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, Milli Məclisdə uşaq pulunun verilməsi ilə bağlı yeni müzakirə aparılıb. Bilirsiniz ki, daha əvvəl də, ötən ildə bu barədə məlumat vermişdik, ancaq həmin qərar qüvvəyə düşməmişdi. Uşaq pulu ilə bağlı yeni müzakirələr aparılır. Buna səbəb isə Azərbaycanda dünyaya gələn uşaqların sayının azalmasıdır. Statistikaya baxdığımız zaman son 10 il ərzində dünyaya gələn uşaqların sayında azalma var. 2015-ci ilin statistikasına baxdığımız zaman Azərbaycanda 150 min körpə dünyaya gəlib. 2025-ci ilin, yəni ötən ilin statistikasına baxdığımız zaman isə cəmi 90 min ətrafında uşaq dünyaya gəlib, yəni 90 min təşkil edir bu rəqəm. Uşaqların sayının azalması ailələrdə yaşanan işsizlik, maddi vəziyyətin çətinliyi və digər sosial problemlər səbəbindən baş verir ki, ailələr artıq növbəti uşağın yükünün altına girmək istəmir və bu səbəbdən də ailələrdə uşaqların sayı azalıb. Azərbaycanda bu dəqiqə ailələrin sayına baxsaq, daha çox 1 və ya 2 uşaqlı ailələrin sayı daha çoxdur. Ümumi cədvələ baxsaq, statistikaya baxan zaman 1 və ya 2 uşaqlı ailələrin sayı digər tərkibli ailələrdən daha çoxdur. Qeyd edim ki, Azərbaycanda çox uşaqlı ailə modeli var və bu ailə modeli hazırda 6 uşaqdan ibarətdir. 6 uşaqlı ailələr çox uşaqlı ailə sayılır. Yəni 5 uşaqlı belə yox, 6 uşaqlı ailə çox uşaqlı ailə sayılır və 6-cı uşaq dünyaya gəldikdən sonra həmin ailə dövlətdən yardım almaq hüququ qazanır. Hazırki vəziyyətdə belədir. Bir uşaq üçün isə 6 uşaqlı ailələrdə bir uşaq üçün dövlət tərəfindən 140 manat müavinət nəzərdə tutulub həmin ailəyə verilir. Bilirsiniz ki, Azərbaycanda az təminatlı ailələrə ünvanlı dövlət sosial yardımı verilir və bu da uşaq pulunun əvəzidir. Bir növ uşaq pulu da demək olar, çünki daha çox uşaqlı ailələrə verilir ünvanlı dövlət sosial yardımı və az təminatlı ailələr üçün nəzərdə tutulub. Təbii ki, ünvanlı dövlət sosial yardımı adından göründüyü kimi ünvanlıdır. Yəni bu sosial yardımı almaq üçün ailələrin qarşısında dövlət tərəfindən bir neçə şərtlər qoyulur ki, əgər bu şərtlər qarşılandığı halda dövlət tərəfindən maddi yardım edilir. Ancaq bir çox ailələr də bu şərtləri ödəmədiyi üçün, ailələrdə az yaşlı uşaqlar olduğu halda belə şərtlər ödənmədiyi halda həmin ailələr ünvanlı dövlət sosial yardım proqramından kənarda qalır və dövlətdən maddi yardım alma hüququnu itirirlər. Bu səbəbdən də həmin ailələrdə, xüsusilə də bu ailələrin sayı da kifayət qədərdir. Çünki ünvanlı dövlət sosial yardımı Azərbaycanda təxmini 76-77 min ailəyə verilir. Yəni 100 min ailə belə ünvanlı dövlət sosial yardımı almır. Statistikaya baxsaq, təxmini 77 min ailə Azərbaycanda az təminatlı ailə sayılır və ünvanlı dövlət sosial yardımı alır. Digər ailələrdə isə təbii ki, ünvanlı dövlət sosial yardım ala bilmədiyi üçün, dövlətdən hər hansı bir yardım ala bilmədiyi üçün və işsizlik, maddi problemlər səbəbindən ailədə bir və ya ikinci uşaqdan sonra ailənin üçüncü uşaq dünyaya gətirmək marağı olmur. Çünki həmin uşağa da baxmaq hazırki dövr üçün asan olmadığına görə ailələrdə uşaq sayı təbii ki 1 və ya 2 olur. Statistikaya baxsaq, Azərbaycanda 1 və ya 2 uşaqlı ailələrin sayı daha çoxdur. Çox uşaqlı ailə modeli isə Azərbaycanda 6 uşaqdır, hörmətli izləyicilər. Daha əvvəl izah etdiyim kimi 6 uşağa görə dövlət, 6-cı uşağa görə daha doğrusu dövlət 6 uşaqlı ailələrə hər uşağa 140 manat miqdarında müavinət verir. Həmin bu 6 uşaqlı, çox uşaqlı ailə modeli 3 uşaqlı ailəyə endirilməlidir ki, bütün ailələr də yararlana bilsin. Ən azından 3 uşaq olan ailələr də bu yardımdan faydalanıla bilsin. Həm də bu ölkədə uşaq sayının artmasına da gətirib çıxaracaq. Hörmətli izləyicilər, bəs bu yardım verilsə kimlər üçün verilə bilər? Miqdarı nə qədər ola bilər və hansı tarixdən verilə bilər? Hörmətli izləyicilər, bu cür yardımlar, müavinətlər, təqaüdlər bilirsiniz ki, ilin əvvəli və ya ilin ortasında artırılır və ya yeni təqaüd forması müəyyənləşir. Əgər Azərbaycanda yenidən uşaq pulunun verilməsi və ya təkcə 3 uşaqlı ailələrə maddi yardımın verilməsi qərarı imzalanarsa, bu iyul ayının 1-dən etibarən olacaq və qeyd edim ki, 3 uşaqlı ailələrə
verilən maddi yardımın miqdarı isə bir uşaq üçün 140 manat ola bilər. Çünki 6 uşaqlı ailələrə də hər uşaq üçün 140 manat müavinət verilir dövlət tərəfindən və eyni ilə əgər həmin model dəyişərsə, çox uşaqlı ailə modeli dəyişərsə, yəni 6 uşaqdan 3 uşağa endirilərsə, o zaman müavinətdəki rəqəm dəyişməyəcək, 140 manat olaraq da qalacaq. Sadəcə çox uşaqlı ailə modeli dəyişəcək, 6 uşaqdan 3 uşağa endiriləcək. Və bunun üçün də heç bir şərt, qayda və ya hər hansı bir dövlət qurumunda saytdan, portaldan keçməyə ehtiyac yoxdur. Əgər bu qərar imzalanarsa, Azərbaycanda 3 və daha çox uşağı olan ailələr dövlətdən müavinət alma hüququna malik ola bilərlər. Bu müavinət də yay aylarından etibarən verilə bilər. Bəli, hörmətli izləyicilər, ətraflı şəkildə məlumat verdik sizlər üçün. Bundan sonra da bu barədə videolarımız təbii ki olacaq. Qərar imzalanarsa, ətraflı şəkildə yenə məlumat verəcək sizlərə uşaq pulu ilə bağlı. Əgər uşaq pulu verilərsə, bir məlumatı da çatdırım sizlərə ki, ünvanlı dövlət sosial yardımı dayandırıla bilər. Çünki məntiq olaraq uşaq pulu ünvanlı dövlət sosial yardımı ilə bir-birlərinə demək olar ki, oxşardır. Çünki ünvanlı dövlət sosial yardımının məqsədi elə ölkədə uşaq pulunun olmaması səbəbindən verilir. Uşaq pulu verilmədiyi üçün onun əvəzinə dövlət tərəfindən az təminatlı ailələrə öz ehtiyaclarının bir hissəsini qarşılamaq üçün ünvanlı dövlət sosial yardımı verilir ki, əgər 3 uşaqlı ailələrə və ya ümumiyyətlə uşaq pulu verilsə, o zaman ünvanlı dövlət sosial yardımının da verilməsinin bir mənası qalmır. O zaman ünvanlı dövlət sosial yardımı da ləğv oluna bilər. Hörmətli izləyicilər, videomuz yekunlaşdı. Videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Videomuz yekunlaşdı. Növbəti videoda görüşmək ümidilə.